Bismillahirrahmanirrahim. Allah bütün yaratdıqları içərisində insanı xüsusi fərqliliklərlə yaratmışdır. İnsana ağıl, şuur, təfəkkür, düşüncə vermişdir. Bizim şuurumuz olduğuna görə, düşüncəmiz, təfəkkürümüz olduğuna görə sair məxluqlardan fərqimiz var. Bu fərqlərdən də biri bizim məsuliyyət daşıyan bir varlıq olmağımızdır. Yəni, o bir varlıqların Allah qarşısında heç bir məsuliyyətləri yoxdur. Çünki onların ağlı yoxdur, şuuru, təfəkkürü yoxdur. Qismən şuur ola bilər başqa canlılarda, amma kamil ağıl sahibi Allah insanları yaradıb. İnsanı yaratdığına görə də insana bəzi məsuliyyətlər qoyub boynunda. Ki, insan bil ki, sənin məsuliyyətlərin var. Məsələn, bir heyvan bir insanı vurub öldürsə, onun üçün bir məsuliyyət daşımır. Çünki hamı bilir ki, onun düşüncəsi, ağlı, kamalı yoxdur. Amma insan istənilən bir səhv, bir nöqsan eləyəndə mütləq budur ki, ona görə cavab verməlidir. Sonra o sual olunacaq, mühakimə olunacaq. Quran-ı Kərimdə Allah Mütəala buyurur: "Və la təqfu ma leysə ləkə bihi ilm." Bilmədiyin şeylərin arxasıca getmə insan. Hər o şey ki, sənin üçün qaranlıqdır, bilmirsən, onların ardınca getmə. Niyə? Ki, niyəsində Allah deyir. İnnəs-səm'a vəl-basara və fuada kullu ulaika kanu anhu mas'ula. Çünki insan gözlərinə görə, insan qulaqlarına görə, insan qəlbinə görə məsuliyyət daşır. Bunların hər birinin hesab kitabını verəcək. O şey ki, sənin üçün mübhəmdir, qaranlıqdır, dəqiq deyil, Allah deyir, onun dalınca getmə. Elmin olmayan məsələlərin dalınca getmə. Çünki bunların barəsində hesab kitab olunacaqsın. Bu ayə bir çox məsələləri özündə ehtiva edir. Biz niyə, məsələn, qeybət eləyirik, biz niyə böhtan deyirik? Bunlar hamısı bu məsələdən qaynaqlanır. Çünki bilmədiyimiz, bəzən zənnlə, gümanla, ehtimal verdiyimiz məsələlərin barəsində danışırıq. Deyirlər, filan kəs filan məsələni, filan işi görüb. Allah deyir ki, bilmədiyin, elmin olmayan, yəqinin olmayan, dəqiq sənə aşkar olmayan məsələlərin dalınca getmə. Çünki göz, qulaq, qəlb hamısı məsuldur. Hamısı qiyamətdə hesab kitabı var. Düşüncələrimizin belə hesab kitabları var qiyamətin günündə. Ona görə insan yaşadığı həyatda çox diqqətli olmalıdır. Sanki bizim hər dəqiqəmizin, hər saniyəmizin bir hesab kitabı olacaq. Bizim xoş məramlı və yaxud pis məramlı olmağımızdan asılı olaraq bütün əməllərimizə, hətta yaxşı əməllərimizə belə hesab kitab olunacaq. Belə deyil ki, mən yaxşı iş görmüşəm. O yaxşı işi nə üçün görmüşəmin hesab kitabları var. Yəni, yaxşı iş görmək yetərli deyil. Məqsəd nə idi o yaxşı işi görməkdə? Məramımız nə idi? Qəsdimiz nə idi o işi görməkdə? Bu çox mühüm məsələdir. Bəzi hallarda mümkündür birinə bir çörək versin biri. Amma məqsədi onu yoldan azdırmaq olsun, onu tamahlandırıb başqa pis yollara çəkmək olsun ki, bunların da hamımız şahidi oluruq həyatda. Ona görə əməlin zahiri, yaxşı forması elə də önəmli deyil. Məsələ bizim məqsədlərimizdir. Məqsədlərimizin Allah yanında dəyəri qiyməti var. Allah Teala həmin ayədə ki, buyurur, bilmədiyiniz şeylərin dalınca getməyin. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaq. Onlar məsuliyyət daşıyırlar. Bunun mənası budur ki, insan hər iş gördüyü zaman nəyəsə baxırsa, nəyəsə sevinirsə, nəyəsə qulaq asırsa, bunların hesabını verəcək. Bəzi hallarda insan deyir ki, məsələn, mən bir məclisdə oturmuşdum, orada musiqi də var idi, orada musiqi məclisi idi. Onun da məsuliyyəti var, onun da hesab kitabı var qiyamətin günündə. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, soruşdu, sual elədi. Dedi, ağa, mən həyətdə özüm üçün oturmağa, məsələn, çay içmək üçün bir yer düzəltmişəm. Qonşumun da həyətində daim musiqi səsi gəlir. Hərdən oturub orada çay içəndə qonşunun o musiqi səsini mən eşidirəm. Amma bəzi hallarda
o musiqinin sədası mənə xoş gəldiyinə görə biraz çox otururam orada. Biraz daha vaxtımı uzadıram. Mən günah sahibiyəm, İmam buyurdu ki, bəli. Çünki sən artıq məqsədli şəkildə orada oturursan. Düşüncəli şəkildə orada oturursan. Bu günləri hər hansı bir günah məclisində bir möminin iştirak etməsi bu insanın iradəsindən asılıdır. Allah insanları belə yaradıb ki, bəzi məsələlərdə bizim özümüzdən asılı olmayan məsələlər var. Bizim dünyaya nə vaxt gələcəyimiz, nə vaxt gedəcəyimiz, xəstələnməyimiz və s. bəzi məsələlər var ki, bunlar bizim iradəmizdə deyil. Amma ondan qalan bütün məsələlərdə Allah sanki bizə bir vərəq, bir qələm verib. Öz həyatınızı, öz taleyinizi özünüz yazın. Yaxşı da yaza bilərik, xoş da yaza bilərik, pis də yaza bilərik. Axirətimizi bədbəxtçiliyin də biz indidən yaza bilərik, xoşbəxtçiliyin də indidən yaza bilərik. Adətən şadlıq məclislərində insanlar bir-birinə dua edir ki, xoşbəxt olun, sizi görüm, xoşbəxt olasınız. Çünki biz həqiqi xoşbəxtçiliyin mahiyyətini bilmirik. Həqiqi xoşbəxtçilik Allahın bəndəsi olmaqdır. Həqiqi xoşbəxtçilik Allahın insandan razı qalmasıdır. Və bu razılığı əldə etmək üçün biz öz iradəmizlə, öz seçimlərimizi doğru-dürüst seçməliyik. İnsan eləyə bilər namaz qılsın və yaxud qılmasın. İnsan eləyə bilər günah iş görsün və yaxud görməsin. İnsan eləyə bilər haram tikə yesin və yaxud yeməsin. Bunlar hamısı insanın özündən asılıdır. Ona görə Allah bizə belə fürsətlər verir. Belə fürsətlər verdiyinə görə bizim də məsuliyyətimiz böyür. Yəni, bəndəm, sənin özünə mən seçim vermişdim. Bu seçimlərimin müqabilində də indi gəlib imtahan verməlisin. Müminin surəsində Allah mütəal buyurur, يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا يُخْفِ الصُّدُورِ. Allah deyir, mən xain gözləri və xain üləklərdə gizlənilmişlərin hamısını bilirəm. Xain gözləri Allah deyir, mən tanıyıram. Xəbərim var xain gözlərdən. Belə deyil ki, sizin qəlbinizdə hansısa xain düşüncələr var, gözünüzdə xain baxışlar var, Allah bunları bilmir. Allah deyir, mən bunların hamısını bilirəm. Həmin ayənin təfsirində İmam Sadiq əleyhissalam buyurur ki, xain göz yəni nədir? Allah deyir, mən o xain gözləri tanıyıram. Yəni, xain gözlər nədir? İmam Sadiq əleyhissalam buyurur, ələm tərə ilə rəcül yanzuru ilə şeyin və kəənnəhu la yanzuru iləy fəzalikə xainətül ə'yun. Deyir, bir kişi, bir insan bir şey baxır, amma özünə elə aparır ki, ona baxmır. İmam Sadiq əleyhissalam buyurur ki, bu həmin xain gözdür. Yəni, məsələn, naməhrəm var, sən baxmamalısan. Allah qadağan edib naməhrəmə baxmağa, kişilərə də, xanımlara da. Bizim dillə desək, sən gözaltı baxırsan və istəmirsən ki, insanlar da bunu hiss eləsin, görsünlər, gizli-gizli baxırsan, həmin o gizli baxışa İmam Sadiq əleyhissalam deyir ki, həmin o xain gözdür. Və Allah da deyir ki, mən o xain gözləri tanıyıram. Heç kim görmədi, birinin namusuna baxdım. Allah deyir, mən bilirəm. Və öncəki ayədə də Allah nə dedi? Gözlər, qulaqlar, qəlb hamısı məsuldur və qiyamətdə hesab kitabları var. Eyni zamanda dilin də məsuliyyətləri var. Həzrət İmam Sadiq əleyhissalam buyurur, İnnə min həqiqətil iman ən la yəcuzə məntiqukə əmələk. İmanın həqiqəti, imanın kəmalı İmam Sadiq əleyhissalam buyurur ki, bundan ibarətdir ki, sənin dilin, sənin məntiqin əməlindən önə keçməsin. Bəzi insanlar var, görürsən, danışarlar, dil pəhləvanıdırlar. Oturarsan bir mövzunun barəsində, İslamın bir dərdinin barəsində, cəmiyyətin bir dərdinin barəsində danışanda görərsən, bunlar elə danışır ki, sanki elə dağı da üstünə qoymağa bunlar bacarar. Amma gəlir əməldə axsayırıq. Ona görə İmam Sadiq əleyhissalam vurur ki, dilin ki, məsuliyyətləri var, dilin ki, hesab kitabı var. Onlardan biri də budur ki, nə badə diliniz əməllərinizdən önə keçsin. İşlərinizi görün, bunun danışmağa ehtiyac yoxdur. Bəzi insanlar var, danışırlar, amma iş məqamına gəlib çatanda iş görmürlər. Vədə verirlər, yerinə yetirmirlər.
ümidli eləyirlər, ümidləri puça çıxardırlar və bu çox pis bir məsələdir. Məşhur bir hadisədir də, eşitmişsiniz. Bir gün Şahsaraydan çıxarkən gördük, qapıda bir gözətçi var. Havalar soğuq idi, əynində yalın bir nazik köynək idi. Padşah soruşur ki, niyə belə dayanmışsan? Hava çox soğuqdur. Deyir ki, padşah sağ olsun, giyinəcək ikinci bir şeyim yoxdur. Qalın bir şeyim yoxdur əynimə giyməyə. Padşah deyir ki, mən bu dəqiqə saraya qayıdım, sənin üçün qalın bir libas göndərərəm. Padşah girir saraya, padşahdır, başı qarışır. Orada sarayın əyyanları, xidmətçilər, eş-işrət yadından çıxır, unudur həmin şəxs. Sabahçı gün padşah səfərə çıxanda sarayından görür, həmin şəxs orada donub, ölüb, amma ölməmişdən öncə bir şey yazıb qoyub üstündə, bir kağız var. Açıb oxuyur, görür ki, yazıb ki, illərdir mən bu soyuqda burada dururdum və dözürdüm. Amma padşah bugün mənə ümid verdi. Mən çox ümidlə gözlədim, lakin gördüm ki, padşahdan xəbər çıxmır, artıq mənim taqətim çatmadı. Çünki çox ümidlənmişdim ki, indi mən üçün isti paltar gələcək. Bu cür də cəmiyyətdə insanlara gücümüz çatmayacaq sözləri verməyək. Bir insan da ehtiyaclıdır, sən ona söz verirsən ki, məsələn, mən sənə 3 gündən sonra bu şeyi qaytaracağım və yaxud birindən borc almısan, söz verirsən ki, 5 gündən sonra qaytaracağım. Axı, bu, o işlərini həmin gün üçün hesab kitab eləyib. Sən verdiyin sözü tutmayanda o da böyük bir çətinliklər yaşayır. Bəli, ona görə Allah Mütəal bu məsələlərə çox önəm verdiyinə görə Quran-ı Kərimdə də bunun barəsində xüsusi ayələr göndərib ki, sizin gözləriniz, qulaqlarınız, qəlbləriniz hamısı məsuliyyət daşıyır və hamısının hesab kitabı olacaq. Yasin surəsində buyurur: "Əl-yevm nəxtumu alə əffahihim və tukallimuna əydihim və təşhədu ərculuhum bimə kanu yəksibun." Qiyamətin günündə bizim ağızlarımızı möhürləyəcəklər. Bu dil pəhləvanları orada bu cür deyil ki, danışa biləcəklər. Quran buyurur ki, o zaman sizin əlləriniz danışacaq, sizin ayaqlarınız danışacaq. Hətta Fussilət surəsində deyir, sizin dəriləriniz danışacaq və insan soruşacaq ki, axı sən niyə şəhadət verirsən? Deyəcək ki, mənə əmr edib, o Allah ki, hər kəsə danışma icazəsi verir. O Allah mənə əmr edib ki, danışım mən, özümdən asıl deyil. Əlimiz hansı günah eləmişdi, ayağımız hansı günah eləmişdi, bunlar hamısı qiyamətdə bizim əleyhimizə şəhadət verəcəklər. Onların vasitəsilə hansı günahlar eləmişik, o günahlara görə həmin əzab, bədən üzvləri hamısı şəhadət verəcək. Gözlərimiz, dilimiz, qulağımız, qəlbimiz, əllərimiz, ayaqlarımız, onları hansı günah məclislərinə aparmışlarsa, əleyhimizə şəhadət verəcəklər. Ona görə Allah Mütəal buyurur ki, insan çox diqqətli yaşamalıdır. Mükəmməl insan budur ki, öz məsuliyyətlərini dərk eləsin və öz məsuliyyətlərinə əməl eləsin. Əks təqdirdə insanın dörd ayaqlılardan heç bir fərqi yoxdur. Bir insan məsuliyyətini dərk eləməsə, onun heyvanatdan heç bir fərqi yoxdur. İnsanın fərqi, insanın dəyəri, Quran tərifləyir, əhsənül xaliqində insan buna görədir ki, o insanın barəsində gəlib bu ayələr ki, o insan öz məsuliyyətini başa düşür və öz məsuliyyətini dərk edir və ona tapşırılmış əməlləri yerinə yetirir. Həzrət Əli əleyhissalamdan İbn Əbil Hədid bir hədis gətirir Nəhcül Bəlağanın şərhində. Buyurur, qəbihu bizil əqli ən yəkuna bəhimətə və qəd əmkənəhu ən yəkuna insan. Deyir, insanın insan kimi yaşamaq imkanı olduğu halda nə üçün heyvan kimi yaşamağı seçir? Yəni, insana insan kimi yaşamaq imkanı verilmişdir. Niyə insan bəzi vasitələrlə ağlını başından çıxartsın, özünü apara bilməsin, sabah ayılandan sonra buna görə xəcalət çəksin? Hamımız ki, bunların şahidi oluruq.
bir toy məclisinə gedir, elə bir vəziyyətə salır özün ki, sabah həyat yoldaşı ona görə xəcalət çəkir, sabah uşaqları ona görə xəcalət çəkir. Ona görə Həzrət Əli əleyhissalam buyurur, insanın insan kimi yaşamaq imkanı olduğu təqdirdə niyə heyvan kimi yaşamağı seçir? Və insan öz məsuliyyətlərinin qarşısında cavabdehdir. Həzrət Peyğəmbər Əkrəmdən hədis buyurur, ey insanlar, həm mən və həm də siz məsuliyyət daşıyırsınız. Hər birimizin öz məsuliyyətləri var. Məsuliyyət daşıdığınız işlərə və getdiyiniz yolda sizə təqvalı olmağı tövsiyə edirəm. Onu da imanla gedin. Bizim ailə qarşısında məsuliyyətimiz var. Evladların qarşısında məsuliyyətimiz var. Bir gəncdir, bir cavandır. Ailə məsuliyyətlərini dərk etmir, gedir məsələn özü üçün, sadəcə özü üçün yaşayır. Bu ailə başa düşmür, evlad başa düşmür. Ailənin məsuliyyətini dərk eləyə bilmir. Bunlar hamısı qiyamətin günündə hesab kitab olunacaq. İstəyir iman əhli olasan, istəyir iman əhli olmayasan. Bunların hər birinə görə insan cavabdehdir, məsuliyyət daşıyır. Bizdə deyilir, bir şey gücün çatmırdı, altına girməyəydin. Allah da eyni sözü bizə deyəcək. Gücünüz çatmayacaq işlərin altına niyə girirdiniz? Ki, ilk ayədə ki, oxuduq, bilmədiyiniz işlərin dalıca nə üçün gedirsiniz? Yəni, gücünüz çatmayan işlərin dalıca nə üçün gedirsiniz? İnsan bunlar üçün məsuliyyət daşıyır. Və insanın məsuliyyət daşıdığı məsələlərdən də biri Allah qarşısındakı məsuliyyətidir. Hər birimizin Allah qarşısında məsuliyyəti var. Və o məsuliyyətin özündə əsasən 3 qismə bölüblər. Həzrət Əli əleyhissalamdan bir hədis var. Onlardan birincisi budur ki, Mə'rifətullah subhanahu a'lamul ma'arif. Həzrət Əli əleyhissalam buyurur ki, Allah qarşısındakı ilk məsuliyyətimiz budur ki, Allahı tanımaq. Peyğəmbər Əkrəm buyurur, Əvvəlül elm mə'rifətul cəbbar. Elmlərin ilki, elmlərin ən üstünü budur ki, insan Allahı tanısın. Birinci şərt Allahı tanımaqdır. İnsan Allahını dərk eləməlidir, Allahını tanımalıdır. Həzrət Əli əleyhissalam buyurur, Mən ərəfəllah təvahhəd. Hər kim Allahı tanısa, tovhid əhli olar. Bu günləri tovhiddən çoxlu danışanlar var, Allahın həqiqətini tanısaydılar. Həzrət Əli əleyhissalam buyurur ki, elə Allahı tanımaq özü bir dənə müvəhhidlikdir, tovhid əhli olmalıdır. Allahı sən cisim qail olmayasan, Allaha əl, ayaq, mən nə bilim, bunu kimi məsələlər Allah barəsində düşünməyəsən, tovhidin əsli budur. Bir nəfərin gedib məqbərəsin, qəbrin ziyarət eləyəndə, siz buna Allahlaşdırdınız deməklə, sən əslində Allah tanımamısan. Çünki Allahı tanısaydın, bilərdin ki, qəbirdə yatanın qəbrini ziyarət eləmək, ona ibadət eləmək deməkdir ki. Tovhidin əsli mənası budur ki, Allah bütün kainatda olan, olmayan hər bir şeyin Rəbbidir. O ziyarət etdiyimiz Peyğəmbərin də Rəbbi Allahdır. Biz o Peyğəmbəri də buna görə ziyarət edirik ki, o Allahın Peyğəmbəridir. Allahın sevdiyi şəxsiyyətdir. Allahı çox ucadır və Allahın əlçatmaz bir zirvədir. Əlimiz çatan Allahın Peyğəmbərləridir, Allahın övliyalarıdır, imamlardır və s. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, insan Allahı tanısaydı, olardı ən böyük tovhid əhli, müvəhhid olardı insan. Allahı doğru dürüst tanımaq lazımdır. Birdən insan Allahı tanısa, Allahı tanıyandan sonra ona ibadət eləyəcək. Allahı tanıması insan ibadət eləyə bilmir. Bir nəfər Allahı tanısa, başa düşəcək ki, Allahı tanıyandan sonra o Allaha ibadət eləmək lazımdır. Həzrət Peyğəmbər Əkrəmdən də hədis buyurur, Mən ərəfəllah və əzzəməhu mən əhufəhu minəl kələmi və bətnuhu minəl təami və əfə nəfsəhu bis-siyami vəl-qiyam. Hər kim Allahı tanısa, o zaman o yeməyinə də fikir verəcək, qarnına da fikir verəcək, dilinə də fikir verəcək, yoxsuna da fikir verəcək. Artıq olacaq bir dənə abid, ibadət əhli. Əvvəl məsələsi biz gəlir Allahı tanıyaq. Birinci məsuliyyətimiz budur. Bəli, Allahı tanıyandan sonra Allaha itaət eləməliyik, ibadət eləməliyik. Və Allaha itaətdən sonra üçüncü məsuliyyət gəlir Allahı sevmək. Bəli, bir nəfər Allahı tanısa,
Allaha itaat eləsə, o mütləq Allahı sevəcək. Və Allahı sevən insanlar həyatda xoşbəxt oldular. Hər kim Allaha aşiq olubsa, o xoşbəxt olub. Sözümü yekunlaşdırıram. Quran-ı Kərimdə Həzrət Yusif və Züleyxa hadisəsi ilə məşhur bir hadisədir. Züleyxa Yusufa aşiq olmuşdu. Həqiqi eşqi dərk eləyə bilməmişdi, başa düşə bilməmişdi. O, eşqi günahda axtarırdı. Amma Həzrət Yusuf özünü qoruyurdu. Bir müddət gəldi, belə bir zaman gəldi ki, artıq Yusif Züleyxaya tərəf gəlib. Züleyxanın həyat yoldaşı dünyasını dəyişib, artıq Həzrət Yusuf Züleyxanın ailə həyatı qurur. Amma gəlir, görür ki, bir ömür dalıca gedən, dalıca düşən Züleyxa indi Həzrət Yusufun simasına baxmır. Həzrət Yusufun bir an simasını görmək üçün hər şeyindən keçən Züleyxa indi Həzrət Yusufun simasına baxmır. Xəbər alır Züleyxa, mənə niyə baxmırsan ki? Deyir, çünki mən həqiqi eşqi tapdım. Mən həqiqi eşq nə olduğunu indi dərk elədim, başa düşdüm. Artıq ondan sonra bütün eşqlər məni üçün ikinci plana keçdi. Ona görə insan həyata gəlib bir məsuliyyətli varlıqdır və bu məsuliyyətli varlıq öz məsuliyyətlərini dərk etməlidir və öz məsuliyyətlərinin qarşısında qiyamət günü cavabdeh olduğunu, cavab verməli olduğunu heç vaxt unutmamalıdır. Və əssalamu aleykum və rəhmətullah.